Ulduzlar yaxın uzaq, üzülür çıraşıra. Ulduzlar yaxın uzaq, üzülür çıraşıra. Ulduzlar çağırır axşam görüşlərinə, axşam görüşlərinə. Hər könüldə bir bahar, gəlsin dostlar, tanışlar. Axşam görüşləri. Axşam görüşləri. Gəlsinlər əli quşlar, axşam görüşlərinə. Gəlsinlər əli quşlar, axşam görüşlərinə. Axşam görüşlərinə. Mikrofon önündə verilişin müəllifi Rafail Hüseynov. Axşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unudulmaz tarizənimiz, xalq artisti Bəhram Mansurovun xatirəsinə həsr edirik. O tara uşaqlıq illərindən bağlanmışdı. Lap əvvəldən ona heç tar çalmağı öyrədən də olmamışdı. Elə balaca köksünə sığmayan istəyi səbəb olmuşdu ki, evdə heç kim olmayanda xəlvətə salıb divardan aslı tarı götürsün, başlasın qulağında səslənən, ürəyinə axan musiqini bir barmaq çalmağa. Götürərdi, çalardı, hər çaldıqca da barmaqları dünənə nisbətən daha qıvraq olardı. Tarım pərdələri üstündə daha rahat gəzərdi. Və bu balaca uşaq bircə özünün şahidi olduğu bu irəliləyişə hədsiz sevinərdi. Çalardı, sonra da evə kimsə gələnəcən tarı asıldığı yerdən necə götürmüşdüsə, elə düppədüz o cürdə qaytarıb yerinə qoyardı. Ancaq mat-məəttəl qalmalı bu idi ki, atası hər dəfə evə gəlib 1 saatmı, 2 saatmı sonra tarı götürüb çalmaq istəyəndə deyinərdi. Mən başa düşmürəm, bu tara kim əldəyib? Uşaq mat-məəttəl qalardı ki, axı necə götürmüşəmsə yerinə düz o tərdə qoymuşam. Otaqda məndən başqa heç kim olmayıb ki, atama xəbər verə. Bəs atam hardan bilir ki, tara toxunan olub? Heç bir sir axıracan sirr olaraq qalmır. Hər sirrin açılan bir gün olur. Bir dəfə yenə axşam idi. Yenə atası evə gec gəlmişdi. Birlikdə şam elədilər. Sonra da Məşədi Süleyman həmişəki kimi tarı götürdü, mizrabı simlərə toxunduran kimi başını buladı. Başladı tarı kökləməyə. Kökləyib qutardı, amma həmişəki kimi çalmağa başlamadı. Tarı uzatdı Bəhrama. Al bir çal görüm necə çalırsan. Bəhram əvvəl tərəddüd elədi, çalmaq istəmədi. Axı atası onun tar çala bilməsindən xəbərsizdi. Nə özü öyrətmişdi, nə bir başqası. Ancaq Məşədi Süleyman təkid elədi. Götür çal, bildirəm tar çalmağı öyrənmisən. Balaca Bəhram tutulan kimi oldu. Görən atam hardan xəbər tutub ki, tar çala bilirəm. Axı indiyəcən çalmağımı nə eşidib, nə görüb. Ancaq Məşədi Süleymanın sonraki sözləri Bəhrama anlattı ki, niyə atası hər dəfə tara əl dəyilməsindən duyuq düşürmüş. Çal Bəhram, çal. Hər axşam tarın kökdən düşməsindən hiss eləyirdim ki, ona əl dəyən olub. İndi çal görün bari zəhmətinin bir bəhrəsi varmı? Bəhram başlamışdı çalmağa. Məşədi Süleyman Bəhramın pərdələr üstündə gəzən zərif barmaqlarına
çox baxa bilməmişdi. Üzünü çevirmişdi yana və bir gözü atasında olan Bəhram təəccüblənmişdi ki, görən atam niyə belə elədi? Bir yaz axşamı idi, bala çalırdı, ata dinləyirdi və bu səs hələ ki içəri şəhərdəki bir otaqdan gəlirdi. Zaman yetişəcək, Mansurovlar ocağında ilk dəfə səslənmiş bu tarın sədaları dünyanın neçə ölkəsindən gələcək, dinləyənləri riqqətə gətirəcək, hər çalğısı alqışlara bürünəcək. Azərbaycanın sabah şöhrətlərə bürünəcək, tar ömrünün mənasına çevriləcək o tarzənin ilk tamaşaçısı qarşısında, hələ yalnız atası üçün çaldığı o axşamda təqvimdə neçəncili idi? 1917 ya 1918 yaxud ondan da biraz sonra. Çox illər keçəcək, yarım əsrəcən bir vaxt ötəcək. Axşamlardan birində məşhur tarzənin, Azərbaycanda artıq hamının tanıdığı sənətkar Bəhram Mansurovun evində bir uşaq tar çalacaq. Elə təxminən o vaxt, 20-ci əsrin əvvəlində Bəhramın özünün kiçikkən çaldığı sayaq. Bəhram ustadın kiçik oğlu çalacaq və elə ilk xallar səslənən kimi Bəhram ustad kövrələcək, qəhərlənəcək, başını yan tərəfə çevirəcək. Uşaq çalacaq, Bəhram dinləyəcək və yadına düşəcək o uzaq axşam. Atasının, Məşədi Süleymanın ona birinci dəfə qulaq asdığı və azacıq dinləyincə ixtiyarsız başını yana çevirib udqunduğu axşam. Yalnız yarım əsr sonra o yana çevrilmənin, o udqunmanın, o kövrəlmənin səbəbi Bəhram ustada əyan olacaq. Dinləyəcək, qəhərlənəcək və sevinəcək, fərəhlənəcək ki, ocağın daha bir tarzəni doğulur. Bu axşam unudulmaz tarzənimiz xalq artisti Bəhram Mansurovu, onun oğlu, xalq artisti, bəstəkar Eldar Mansurovla birgə anırıq. Eldar, hər ikimiz üçün çox əziz olan bir insan haqqında istəyirəm söhbətimizi başlayaq. Bizim üçün çox doğma və bütün Azərbaycan üçün də əziz olan insan. Çünki Bəhram Mansurov Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin tarixində elə iz qoyub ki, onun çalğısının da səsi, özünün də sədası hələ çox uzaq gələcəklərdən gələcək. Siz belə bir ailədən adam olmuşdunuz və dünyaya gələndən sizin artıq taliyiniz təxminən məlum idi. Çünki Eldar adının yanında Mansurov soyadı vardı. Mansurovlar nesli qədim nəsillərdəndir, yəni Bakıda, yəni Abşeronda deyiləndə Bakı əhli arasında. Bakılıların deyərdim ki, əksəriyyəti o vaxtı
burada məsələn Çay şəhərdə yaşayırdılar. Çünki əsas Bakı deyəndə həmişə Bakı biz sonradan başladıq Bakı deməyə, yəni böyük şəhərdir, şəhər böyüdü. Amma əslində qalanda Bakı Çay şəhərdi o vaxt. Bağ-Kübə də deyirdilər, nə deyirdilər, amma Bakı idi. Əsl köhnə Bakılılar da Çay şəhərdə yaşayırdılar. Məhəllələr vardı, nəsillər vardı. Bu nəsillərdən biri də bizim nəsildir, Mansurovlar nəsli. Tarixdən bilirik ki, əvvəllər Azərbaycanlılarda familiya olmayıb. Filankes oğlunu deyirdilər, filankesi. Ləqəblərlə, yəni kimin oğlu, yəni bu cürə ilə gedirdilər nəsillərin adı. Biz də Hacı Mansurun nəslindən olduğumuza görə, yəni ki, ən hörmətli bizim nəsildə Hacı Mansur olduğuna görə, həmin Hacı Mansurun adı gəldi, oldu bizim familiyamız, Mansurovlar. Bunlar incəsənətlə, bunlar deyərim ki, musiqi ilə daha çox maraqlanırdılar. Və bunların başında dururdu Məşəd Məlik bəy. O da Məşəd Məlik də cavan yaşında 18 yaşından başlayır evində məclislər eləməyə. Musiqiçiləri çağırır, şairləri çağırır. Və yavaş-yavaş bu məclislər döndü, oldu, bala-bala deyərdim ki, daha çox maarifləndirici bir belə məclislərə döndü. Necə? Yəni ki, bu yığılırdılar muğam biliciləri. Yəni ki, uzun illərdən sonra bu muğam biliciləri yığılırdılar, muğamlar haqqında mübahisələr edirdilər. Kim ki bilir, bilməyənlərə öyrədirdilər. Və yaxud kimsə səhv, məsələn də ifa edir, onu başlardılar ki, belə olmaz, bu cür lazımdır. Yəni, bu işlərlə məşğul olurdular və Azərbaycanda muğamı bir növ deyərdim ki, daha çox deməli tanınmasına böyük bir rol oynadı Mansurovların məclisləri. Başqa məclislər də vardı, amma onlar daha çox ədəbi məclislərdir. Fəramuş, nə idi, cürbəcür belə adlar vardı. Yəni, onlar şairlərin, yazarların məclisi idi. Düzdür, burada bu muğam məclislərində də şairlər otururdular. Niyə görə otururdular? Çünki muğam təkcə musiqi kimi yox, muğam həm də səslənirdi xanəndələrin ifasında sözlər vasitəsilə. Yəni, o sözlər də qəzəllərdir. Yəni, qəzəllərin düzgün oxunuşu, qəzəllərin düzgün seçilməsi. Məsələn, hər muğamda bir qəzəli, məsələn, elə bir muğamlar var ki, ancaq orada ifa edir, köşələrdə, şöbələrdə orada ifa eləmək lazımdır. Yəni, o qəzəlləri, məsələn, Şurun qəzəlini, məsələn, birdən geçsin, məsələn, Bayat Şirazda oxusa, tutmurdu, yəni ki. Çünki hər sözün özünün, deyərdim ki, öz çəkisi vardı, özünün ahəngi vardı. O ahəng də muğamdakı o musiqinin ahəngi ilə uyuşmalı idi. Belə şeylər vardı. Mən belə bir nəsildə göz açdım dünyaya ki, mən artıq gözümü açanda mən ətrafımda, atamın ətrafında olan adamları başladım görməyə. Bunların söhbətlərini başladım eşitməyə. Mən əvvəlcə başqa bir mətləbə də toxunmaq istəyirəm, elə Bəhram müəllimin öz şəxsiyyəti ilə bağlı. Talih elə gətirmişdi ki, o uşaq çağlarından bu məclislərə qatılmağa məcbur olmuşdu. Həyat özü vadar eləmişdi. Deyir ki, anamız yoxdur, qəfildən bir də görürsən, bir İrandan bir musiqiçi də qonaq gəlib. Ya bir rayondan bir musiqiçi qonaq gəlib. Ya Tiflisdən bir hansısa məşhur xanəndə gəlib gecənin bir aləmində. Gəlib açıb, döyüb qapını açıb. Deyir, ona görə bizə yemək pişirməyi, çay qoymağı falan, belə qonaq qarşılamağı, belə şeyləri də öyrətmişdi ki, da qonaq qabağına çıxa bilək. Hətta mən evdə olmasam, gəlsələr belə onu qarşılayan olsun. Bunun bir başqa cəhəti var idi ki, elə eləmişdi ki, uşaq yaşından Bəhram müəllim də, qardaşı da özlərin, bunlar uşaq kimi hesab verəməmişdilər. Və ona görə də Bəhram müəllimin yaddaşında o başqa insanlara xas olan cəhətdən daha artıq bir üstünlük var idi ki, çox adamları tanıyırdı. Yaddaşında tarixin çox dərin qatları qalmışdı. Çox böyük insanları görmüşdü və bunun bir başqa cəhət də var ki, Məşədi Süleymanın da ki, o Məşədi Məliyin adətin, ənənəsini davam elətdirmişdi, qonaqpərvərlik ənənəsini. Məşədi Süleymanın bir başqa cəhət də var ki, həm də yazmışdı.
o xatirələrin, yaddaşların yazmışdı, o məclislərdə eşitdiklərin, o evinə gəlib gedənlərin söylədiklərin. Bəhram müəllim də bunu elə uşaqlığından oxumuşdu, öyrənmişdi, mənimsəmişdi. Həm gördükləri, həm oxuduqları onun yaddaşını çox zəngin eləmişdi və ona görə də sənin üçün də dünyaya gəldiyin andan Bəhram müəllim həm də körpü idi. Məşədi Məliyə də körpü idi, Məşədi Süleymana da körpü idi və onların dövründə yaşamış insanlara da. Biz Mirzə Səttarın adını eşitmişik də yalnız, amma Bəhram müəllim elə danışırdı və oxuduqlarından elə söyləyirdi ki, biz onu görürdük. Mansurovların bir dənə deyərdim ki, əsas belə mən deyərdim ən qiymətli cəhətlərindən deyərdim biri də o idi ki, yəni ki, gördüklərini bunlar yazılı şəkildə də qoruyub saxlayırdılar. Məsələn, Məşədi Məlik vaxtı ikən məclislər edirdi və o məclisləri həm yaradıcısı idi, həm də sonra rəhbərlik eləməyə başladı o məclislərə. Belə oldu ki, artıq qocalmışdı, amma yəni onun böyük oğlu Məşəd Süleyman həmin o məclislərə davam edirdi. Məsələn, Məşəd Məlik otururdu o məclislərdə, ağsaqqal kimi rəhbəri edirdi. Deyirdilər, məsələn, nəsə o söhbət olanda orada mütləq deyirdi ki, Süleyman'a gəl otur yine burada, nə eşidirsən hamısını otur yaz yine. O da eşidirdi, otururdu. Mən açığı atam dünyasını dəyişəndən sonra mən o əl yazmaları əl gezdirdim, baxdım. Məşəd Süleyman'ın, Məşəd Məlikin öz əl yazmaları qalmışdılar evdə. Varaq-varaq, cürbəcü dəftərlərdə, varaqlarda, kitabların arasında, məsələn də Firdovsunun məndən kimlərin kitabları vardı. Bilirəm ki, orada boş yer olan yerlərində səhifəni görürüm ki, ərəb əlifbası ilə nəsə yazıblar orada. Bunlar nə vardı, hamısı yığıb yazırdılar, qoyurdular orada. Beləncə ilə bax, deyəm ki, söhbətlər qorunub saxlanırdı. Mən sonradan açıq onları hamısı oxudurandan sonra özümdə məsələn ki, o vaxt Kiril əlifbası idi, onu köçürdəndə artıq məsələn hər dəfə köçürdəndə, hər dəfə onu oxuyanda elə gəlirdi mən kəlmə özüm də elə bir oturmuşam, elə həmin o məclisdə eşidirəm. Yəni ki, Məşəd Süleyman o cürəyin atasının məclislərində eşitdiklərini yazıb qoyurdu, saxlayırdı. Sonra belə oldu ki, mənim atam, yəni ki, öz atasından eşitdiklərini o da danışırdı. İntihası bu dəfə daha yazmaqla yox, əlinə maqnitofon vardı artıq. Radyo da vardı, lentlər vardı, məndən kino lentlərində, cürbəcürdə danışırdı. Bu danışıqlar qorunub saxlanıb. Mənim də baxdım belə götürdü ki, mən məsələn belə balaca idim qardaşlarımla, birisi atamın yanına kimsə gəlirdi. Gəlirdi məsələn kimsə jurnalistdir və yaxud bir nə bilim bilici adamıdır, neysə muğamlar haqqında, yəni keçmiş musiqiçilər haqqında maraqlanırdı. Gəlirdi ki, gəl Eldar Bəhram mənim danışqıyla bizə. Atam mütləq anama deyirdi ki, uşaqları göndər gəlib otursunlar. Biz otururduq divanda, üç qardaş, bunlar oturub danışırdılar. İstər-istəməz eşidirdi o söhbətləri. Bir də görürsən ki, məsələn də bir neçə vaxtdan sonra, bir neçə aydan sonra bir başqa bir adam gəlir, nəsə başqa şeydən danışırdılar. Görürsən, yenə də həmin bu söhbətə qaydanda, yəni yeni bir şeylər çıxırdı ortaya, yeni hadisələr, yeni əlavələr olurdu həmişə. Və bunların hamısını eşidə-eşidə, eşitmişəm, görmüşəm bunları. O bu adamla adı gələndə mənə çox doğma, çox əzizdir bu adamlar.
O adamları ki məsələn məşhur xanəndələr idi, müğənnilər, sonra kamançaçılar, tarçılar, məşhur insanlar da cəmaət onu televizorda görürdü, radioda eşidirdi. Bunlar sizin evin adamları idilər, gəlirdilər, gedirdilər. Mən balaca uşaqdım, yadıma gəlir. Hər dəfə biz elə ağlımız kəsəndən qapının zəngi olanda biz gəlib açırdıq. Hər dəfə açanda ya Qurban əmin gördü, ya Yavər Kələntərli deyərdim ki, bizim ev adamımızdır. Biz ona deyərdim ki, bir müğənni kimi və yaxud bir sənətkar kimi biz ona ev adamı kimi, qohum kimi, yaxın istəkli bir adamımız kimi tanıyırdıq. Məsələn, bunlar gəlirdilər bizə, məsələn, Zülfü Əmid gəlib gedirdi. Sonra da kim, yəni ki, köynə ifası, Seyid Şuşunski yadıma gəlib gedirdi. Biz balaca idi, 63-62-ci, yəni o vaxtı, o illərdə gəlib gedirdi bizə Seyid Şuşunski. Xanəmi bizim evdə çox olub. Mən özüm dəfələrlə atamla bir yerdə gedirdik Xanəmini. Biz olurduq Hüsayacov küçəsi, Petramontin tini. Xanəmi olurdu Petramontin, deyərdim ki, deyəsə Əli Bayramov küçəsinin tinindeydi. Atam gözü tarı götürürdü, deyirdi, getdik Xanəmgilə. Gəldi, çıxırdı Xanəmgilə, otururdu. Atam çalırdı, bunu çox oxuyurdu, neydi. Mənə deyirdi, get otur piyanın dalında. Mən də o təsnif zad yerlərində akompaniment zad edirdim bunlara çalıb oxuyurdular. Dəfələrlə o belənçi olmuş evlərində bu cürəyinə. Xanəmi belənçi gəlib gedirdi. Qurban əmi ki, lap tez-tez gələrdi bizə. Atam tez-tez onu çağırırdı, deyirdi ki, gəlsin bizə. Məsələn, hər dəfə yemək zadı pişirəndə mütləq soruşurdu ki, məsələn, anam mənə danışıb bu şeyləri, mən bu şeyləri eşitmək yadımda deyir, mən atam danışmırdı. Deyirdi ki, anam deyirdi ki, biz atam dünən dizən gəlmişdi, deyirsə da Qurban əmiyə. Dedi, nə istəyirsə, o dedi ki, mən sən aş istəyirəm deyir. Görürüm ki, aşa çağırım onu, dəvət edib gəlib. Və yaxud görsən ki, yığılırdılar bunlar bir günlər, görsən Əbülfetdi, Sarı idi, Qədimova, Necibə Məlikova idi. Hamısı gəlib gediblər bizim evə. Sonra əmim Nadir idi, o da gəlib gedirdi, yəni ki, o vaxtı. Əmim Nadir demişkən, mən istəyirəm ki, bu musiqi alətləri içərisində Mansurovlar nəslinə ən yaxın olanı, ən simsar olanı tar olub. Çünki Məşəd Süleyman özü də tar çalıb, şəkil də qalıb ki, sinəsində tar çalır. Bəhram ki çalırdı, Mirzə Mansur çalırdı, Ənvər çalırdı, Nadir çalırdı. Odur ki, istəyirəm ki, bu Mansurovların tarzənli ənənəsindən bir danışasın. Azərbaycanda xalq musiqi alətlərindən söhbət gedəndə bütün alətlərin tacı tardı. Çünki özü də bu tar dedim, Qafqaz tarıdır deyib. Bunu da o vaxtı yaradıb Sadıqcan. Yəni ki, tar görəsə hamımız bilirik ki, Şiraz tarı var. Keçmişdə Qafqaz tarından əvvəl Azərbaycanda da burada həmin o Şiraz tarını çaldırdılar. Onu sonradan deməli dizindən götürüb sinəsində qoyan o tarı olub Sadıqcan. Yəni ki, ona görə Sadıqcan da Mişət Məlikin dostu olub, Mişət Süleymanın dostu olub. Tək o dizdən sinəyə qoymaq məsələsi də orada. Çanağın ölçüləri də dəyişilib, sonra o zəng simləri filanlara əlavə eləyib, pərdələri artırıb, onu çoxdur. Amma ən vacibi bu akustika məsələsi, səs məsələsidir ki, o çanağı dəyişib. Mən bunları sən dediklər, mən təkrar eləsəm, mən gələk oturub burada bir verişi yerləşmici özüm müxtasar edirəm hamısını. Yəni ki, bu tar, deyərdim ki, mənə desəydilər ki, məsələn, Mansurovların gerbinidir. Mən Mansurovların gerbini mütləq tar şəkli salardım. Orada nəyə görə? Çünki doğrudan tar bizim hamımız çalıb. Mən də çalmışam uşaqlığı tar. Məktəbə getməmişəm. Aydın da çalıb, mən də ikimizdə. Amma özümüz üçün eşitmişik, götürmüşük əlimizə çalırdıq, yəni bu cürəyinə.
Məsələn, Məşədi Süleyman da özü üçün çalıb, amma Mirzə Mansur özü üçün çalmayıb. Mirzə Mansur bir balaca sən nətərdi və əvvəla kiçik idi o deməli Mansurov lazım. Məşəd Süleymandan 15 yaş kiçik idi. O vaxt bir Mirzə Fərəc vardı, Bakılı idi o da. Çox ziba, gözəl bir tarçalan olub o da. Mirzə Fərəc də Məşəd Məlikin, Məşəd Süleymanın dostlarından olub. Ona görə Mirzə Mansur, məsələn Məşəd Süleyman o saat götürüb başlayıb özü çalmaq eləməyə. Onun əsas işi deyildi. Əsas işi o başqa işlərdi. O deyərdim ki, varlı adam kimi o torpaqlarla zadla məşğuldur. Yəni ki, torpaqları arendaya verirdi, kiraya verirdi və belə bir işlərlə məşğuldur. Amma ki, Mirzə Mansuru dedilər ki, uşaq olan dedilər getsin Mirzə Fərəcdən öyrənsin çalmaq. Yəni o gedib müəllimdən öyrənib. Yəni Mirzə Fərəc onu öyrədib birinci. Amma sonra Mansurovlardan, Məşəd Süleymandan eşitdiyini, sonra Sadıqcandan eşitdiklərini, yəni Sadıqcan gəlib gedib həmişə Mansurovların evində olub. Onlardan eşitdiklərini bir növ deyərdim ki, birləşdirib o Mirzə Fərəcdən də aldığı dərsdə öz üslubunu tapmışdı Mirzə Mansur. Özdə muğamları da çox yaxşı da bilirdi. Həm Məşəd Məlikdən, həm Məşəd Süleymandan öyrənmişdi onları. Yəni bütün şöbə güşələrini, xırdalıqlarına qədər hamısı bilirdi bu şeyləri. Ənvər Mirzə Mansurun oğlu idi, amma onun üslubu ilə atasının üslubunun tamam fərqlidir. İş o yerdədir ki, Suriya hökuməti gələndən sonra tarzənlik sənəti bölündü iki hissəyə. Bir oldu köhnə klassik yol. Köhnə klassik yolda atam qaldı. Yəni ki, dedi ki, mən bu yolu tutmuşam, bu yolda gedəcəm. Ənvər biraz yaş etibarlı, biraz cavandı. Ənvər götürdü yeni üslubu. Yəni ki, 20-ci ildən sonra tara olan münasibət. Yəni ki, o vaxtı Üzeyir bəy başladı, konservatoriya açdı, texnikumlar açdı, məktəblər açdı. Başladılar tarı dərs deməyə bunlar. Notla diyor ki, öğrensinler muğamatı, zaten bu cüreyle. Muğamları mesela Mirzə Mansurun çalgısına muğamları nota salmıştılar ki, mesela qeyri-Azərbaycanlılar muğamı öğrensinler. Yani tarda da başlamışlar əksinə, Avropa musiqisini nota salırdılar. Tar üçün deyirlər ki, tarçalarında öğrensin bu musiqini çalsınlar. Ənvər bu yolu götürdü. Yəni ki, həmin bu müasir yolu götürənlər Hacı Məmmədovdur, sonra deyərdim ki, Əhsən Dadaşovdur, sonra Ənvərdir. Yəni ki, sonraki tarzənlər hamısı bugünkü günə qədər deməli olan tarzənlərin əksəriyyəti deyərdim ki, hamısı müasir yolda çağırdılar. Köhnə yolda çalanlar o vaxtı Mirzə Mansurdan sonra deyərdim Əhməd Bakıxanovdur, atamıdır. Yəni bunlar qədimi, yəni klassik Azərbaycan muğamlarını tardan incə ifadə edir, muğamların özü kimi ifadə edirlər. Bu ruslar amma bugünkünə qədər olan bütün ifaçılar hamısı deyərdim ki, müasirləşdiriblər. Bəhram müəllimin özünün sözündə deyirdi ki, mən əruz vəznində çalıram.
əslində muğam əruz vəznidir. Amma bu günləri baxırıq gör ki, artıq muğam heca vəzni, hecalaşıb, heca vəznində oxunur. Çünki nəyə görə? Heca vəznində asan oxumaq, şeirlər də çoxdur. Özdə əruzu, məsələn, keçmişdə əsas oxunan qəzəllər Seyid Əzmin qəzəlləri idi, bir də Füzulinin qəzəlləri idi. Sonradan artıq deyərdim ki, Həcbubu idi, deyərdim məsələn də Zülfiyat Gözalovudur, deyərdim, digər xanəmizə. Bunlar muğamda oxuyurdular, Əli Ağa Vahidin qəzəlləri idi, Seyid Əzminkiləridir və deyərdim ki, bu ilə də bir növ tamamlandı bu klassik epoxa. Bu günləri də oxuyurlar, deyirlər muğamdır, əruzda mı o deyir. Belə söhbətlər mən çox eşitmişəm ki, bir insanın saçı qapqara idi, bir gecənin içərisində oldu dümağ. Hansısa həyəcandan, eşitdiyi ağır bir xəbərdən. Çox olub ki, bunu da eşitmişəm, nümunələri də çoxdur. Elə indi bizi eşidən insanların hansını dindirsən, onun da nəslində, yaxınlarının, dostlarının içərisində belə bir olub ki, bir xəbər eşidir, bir sarsıntı keçirdir, onun ürəyində bu nəsə hansısa ağrı ilə, sancı ilə mütləq əks sədalanır. Bəhram Mansurov infarkt oldu. Çünki doğma bir varlığın başına gələn bəla onun ürəyin çartlattı. Opera onun üçün sadəcə bir bina deyildi. Opera onun üçün bir canlı varlıq idi. Özü mənə həmişə söyləyirdi ki, deyir ki, mən indiki bu cavanlara mətal qalmışam. Mən deyir, 50 ildir bu operada çalıram. Elə olmayıb ki, mən tamaşadan saat yarım, 2 saat əvvəl gəlməyim. Qoyuram, tar buranın havasını tutur, özüm buranın abı havasını tuturam, özümü kökləyirəm. Tarı kökləyirəm buranın havasına. O opera ilə yaşayan bir adam idi və operada həmişə onun evindən keçirdi. Mən Bəhram müəllimin evində nə qədər görmüşəm ki, bizim sabahki leyliləri, sabahki məcnunları gəlirdilər, elə bir ki, studiyaya gəliblər, ya gəliblər operaya, orada məşq edirlər və yeyirdilər, içirdilər bu evin bir adamı kimi, həm də öyrənirdilər, gedirdilər. Yəni, opera Bəhram müəllimin həyatının bir parçasıydı. Onu da Müslüm Maqamayev gətirmişdi. Müslüm Maqamayev də həmişə çox böyük minnətdarlıq və məhəbbətlə yad edirdi və bir sözdə vardı, deyirdi ki, mən Müslüm Maqamayevin əsl kadrı mənəm. Adam həmişə o sözü deyirdi. Ölən gün nə qədər deyir, Müslümdən söhbət düşəndə həmişə deyirdi ki, mən Müslüm Maqamayevin onun getirməsiyəm. Məni birinci dəfə xalq çalgı alətlər orkestri yarandı. Düzdür deyirlər, Üzeyir bəy yaratdı, yox, onu yaratdı Müslüm Maqamayev o vaxtı və o vaxtı Üzeyir bəy bir növ apal deyirlər o vaxtı. Musavatçı olduğuna görə bir bacı vəziyyət başqa cür idi. Müslüm Maqamayevi, atam da açırdı ki, Müslüm Maqamayev bizi yığdı, musiqiçiləri, xalq musiqiçilərində. Qeyddi ki, Üzeyir bəy biraz çətin vəziyyətdədir, kömək eləməliyik ona. Nə? Dedi ki, bəs mən orkestr yaradıram burada radioda. Bu orkestri deməli hazırlayırıq və Üzeyir bəy bura rəhbər götürüb qoyacaq. Bax, beləki ilə də atam deyir ki, biz qayıtdıq ona ki, biz dadaş deyirdilər həmişə ona, atam deyir Müslüm Maqamayevə. Deyir ki, biz not saat bilmirik bu şey. Dedi, lazım deyir not saat, kulağımız var, eşidirsiniz, öyle çalacaqsınız. Elə də oldu. Bu orkestri yaratdılar birinci dəfə. Atam biri oturub da, hətta atam da açırdı ki, bir günlərdir konsertdir, Üzeyir bir dirijörlük edir. Kimlərsə oturublar o yanda, konsert zalda, locada. Baxıb görürlər ki, musiqiçilərin pöpütrinin üstündə qəzet bir not yoxdur orada. Sonra qayıdıb deyiblər ki, biz bunlar Üzeyir bəy qeyd, bunlar əzbər bilirlər, onu deyir. Bunlara pauza olanda qəzet oxuyurdular orada, arada deyib belə bir şey. Zarafatla zaten yola verirdilər.
ey ey yandı canim, yandı canim hicrle, vəsruh yar istərəm. Derdimendi firqət həm dərman didan istərəm. Bülbül zarem ey, bülbül zarem değil bihude afgan ettiğim, kalmışam kalmışam nalan, qəfəs qeydində gülzar istərəm. Opera da həqiqətən onun eviydi. Deyərdim ki, bu adam nətərdi? Bayağı sən dedin, deyirsən 1-2 saat. Elə vaxt oldu, ondan da əvvəl gedirdi ora. Bir girirdi bu xanəndələrin, onların hərəsinin öz otağı vardı orada. Girirdi, bir bunların seslərini yoxlayırdı. Müğənnət də bir səsi yerində deyir. Deyirdi, bəs Bəhram müəllim, bəs mənim səsim bir balaca yerindədir. Filan yerdə, filan pərdədə, filan səhnədə, filan yerdə mən çıxa bilməyəcəm o zilə. Onu nətər edir? Atam bilirdi ki, kimin üçün hara qədər çalmalıdır, yəni ki, ondan yuxarı çıxması, zilə çıxması, neynəməsi. Bax, bunların hamısı, bunlar gezirdi, edirdi. Onu düzdürsə, tarın havası, tarın pərdələri oranın havasını götürürdü. Məsələn, tar özü də çox spesifik bir alətdir. Tarın pərdəsi, indikilər hər baxırlar güya ki, formatdır. Soruşsan ki, niyə görə biz bu belədir? Məsələn, simlər var da, müxtəlif simlər var da, qalınlığı var onların. Mizrablar müxtəlif cürə olur. Hər şeyi hər yerdə çalmaq olmur. Məsələn, toy instrumenti ayrıdır, konsert instrumenti ayrıdır, opera aləti ayrıdır. Çünki operanın kökü klasik köktür, ladır. Toyxanada si'dir, si bemoldur, konsertlərdə do'da mesela kökündə olur. Yəni bunların hamısı bizə bilmək lazım bu spesifikanı. Bəhram bax bunların hamısını bilirdi. Operada yananda ona çox pis təsir elədi. Açığı biz eve götürüp gələndə atamı belə baxdıq, gördüm o döydü. Ondan sonra apardıq barnisiyə. Dedilər infarktdır bunda. Ürəyi az qalmışdı partlasın ürəyi. Çünki bu adamın bütün ömrü orada keçib. O deyəndə ona ki biz opera demədik. Mənim evimdir. Mən birinci evimi orada deyir. Sonra deyir bu evimdir mənim. Bu adam o ilə yaşayırdı. Hayf ki indi belə şeylər yoxdur. İndi belə adamlar yoxdur. Ey şu nedir bu goftugular? Kılmak sanatına eyb cuyular. Ne için özüne ziyan edirsen, yaxşı adını yaman edirsen. Ey mursuz carmanay, dürcüdür şahvarım anam. Sözlerdir sanki bilmezem ben.
tardan danışırsan, Bəhram müəllimin tarının bir başqa xüsusiyyəti də var idi ki, Bəhram müəllimin tarı bir başqa tarzən götürsün, çalsın, onun üçün çox çətin idi. Niyə görə çətin idi? Bax, bizim evdə çox tar çalanlar oldu, hamısı gəlib gediblər bizə. Mənim yadımdadır. Belə də uşaqdım, da o qədər də yox. Asaf Zeynal'da oxuyurdum o vaxtı. Amma Hacı Mahmedov yoldaşı ilə gəlirdi bizə. Məsələn, Həsən Dadaşov gəlirdi. Məhməd Ağa Muradov gəlib gedirdi dəfələrdən bizə. Yəni ki, bunlar oturub söhbət edirdilər, nə edilər, sonra görürəm keçirdilər o biri otağa. Götürürdülər, məsələn, tarıda balaca xırda çaldırdılar o tarı. Məsələn, yadımdadır indiyəcəm, Hacı Mahmedov götürdü atamın tarını. Biraz Bəhram, mən bunda çala bilməm, bu simlərdən qalındı. Atamın simləri qalındı. Atam qalın simlərdən çaldırdılar. Amma mesela digər tarzənlər hamısı çalırdılar nazik simlərlə. Mən yadımda deyir indi neçə millimetrdə olan qalınlığı. Yəni ki, Elxan yaxşı bilər qardeşim o şeyləri. Yəni belə şeylər vardı. Mesela Əhsən gəlirdi, götürürdülər mesela. Bunlar bir-birini tarlaları götürürdülər. Biraz bu çalırdı, biraz o birisi çalırdı. Mesela evdə məclislər zatlar olanda çox vaxtı məclisdə nə edirəm? Mesela ad günü. Mənim məsələn ad günlər keçirirdilər. Köynə şəkillərə baxsan, görərsən Xosrov Məlikov vardı. Yadıma gəlir, belə bir tarzan vardı. Xosrov'du, Rəşiddi, familiyası desə, Efendiyevdi desə, o idi. Sonra digər musiqiçilər vardı, gəldilər. Mesela baxıram o şəkillərdə, görürəm ki, Xosrov'un əlində tutar. Sonra baxıram, həmin o ad günüdür. Mesela görürüm ki, mesela Nadirin də əlindədir. Sonra görürüm, o birisinin əlindədir. Deməli, bu tar əldən ələ gezirdi. Xanəndələr də hamısı orada idilər. Sarı idi, Yavər idi, Əlösət idi, Sadıxov. Nə bilim də kimlər də hamısı adları yadında öyrəndi. Digər şəkillərə baxsam deyərəm də. Yəni bu adamlar hamısı mesela çalırdılar. Hərəsi o instrumentləri çalırdılar. Bax, alət elinçi ilə yaşayırdı. Bax, bu belə baxın, xatirələr, baxıyorsan, xatirələrim var danışmağa. Mən hərdən düşünürəm ki, bizdən sonraki nəsil belə xatirələri yoxdur, belə şeyləri danışa bilməyəcək. Çünki görməyiblər. Mən məsələn özümü xoşbaxt sayıram ki, mən Azərbaycanda deməli bu musiqiçilərin əksəriyyətini doğrudan öz gözümlə görmüşəm. Onların bir-birinə olan münasibətlərini, onların zarafatlarını, onların bir-birinə inciməklərini, onların bir-birinə olan bir insani münasibətlər hamısı olub. Muğamlara, musiqimizə onların münasibətini görmüşəm. Mən bugün deyəndə ki, sən konservatuar da oxuyuram. Xeyr, mən konservatuar da sonradan almışam təhsil. Mən birinci musiqi dərsimi almışam evimdə. Mən evimə gəlib gedən o adamlardan almışam. İndi məsələn gəlib çıxmışam bu yaşa. Hərdən yadıma salıram ki, baxıram bu adamların şəklini görəndə istər-istəməz gözlərim yaşarır. İstər-istəməz bunların söhbətləri, bunların səsləri yadıma düşür. Çünki bunlar hamısı məktəbdir. Bax, bu ənənə ilə insanlar puxtələşirlər. Mən də çox istəyərdim ki, gələcək nəsil də bu cürə puxtələşsin, amma çətin ki... Elə musiqiçilər var ki, onlar sonradan Azərbaycan mədəniyyətində tanındılar, sevildilər, zirvəyə çevrildilər. İlk addımlarını Bəhram müəllimin ocağında atıblar. Məsələn, Əbülfət Əliyev gəlmişdi Qarabağdan və cavan bir insan. Bəhram müəllim düşdü onun qabağına. Mən Bəhram müəllimin ayrı-ayrı musiqiçilərə qayğı keçdiyindən deyirimi. Vallar bir xanəndənin, bir
çalgıçının ifasının tarixdə qalmasının ən qısa yolu idi. O zaman da valın buraxılması çətin bir iş idi. Qabağına düşürdü nə qədər adamların səslərinin, ifalarının, oxularının, çalgılarının vala yazılmasının təşəbbüsçü olurdu. Əbülfət Əliyevin adını çəkdim. Əbülfətin gözündə bir balaca qüsur vardı. Onu əməliyyatınacan qabağına düşüb Bəhram müəllim eləmişdi. O vaxtı atam getmişdi, Qarabağdan gətirib gəlmişdi Əbülfət Əliyevi. O vaxt bir balaca dediğin kimi bir balaca problem vardı. Həmin o operasiyada onu atam elətdirmişdi. Yani ki o vaxtı da operasiyada heç kim götürmürdü boynu. Atam demiş ki mən cavab deyəm. Özü yazmışdı, kol çekmişti ki mən cavab deyəm o hər şeyə. Mən eləyin operasiyasını. Elənçiyini eləmişdi ki çok yaxın dostdular Əbülfətlə, sonradan dostlaşmışdılar. Tek o da ördü axı. Sara Qədimov bizim evin adamıydı. Yani ki Sara Qədimov kadar bizdə olan yani ki bir yaver Kələntər idi, Sara idi, Rubaba idi, çox gəlib gedirdi bizə. Yani ki bu adamlar mən açığı bunlara hamısına bir doğma xalam kimi baxırdım bunlara. Doğma bir ev adamı kimi baxırdım bunlara. Gəlib gedirdilər. Məsələn o vaxtı Qarabağdan digər xanəndələr vardı. Bakir Haşimovdu, Qarahan Beybutovdu. Yəni çox adamlardı. Sonra Hüsnü Qubadovdu, Naxçıvandan gəlmişdi. Atam harda sesi olan müğənni görürdü. Musiqi içərisində musiqi olan, ürəyində musiqi olan müğənni adam görürdü yəni sənətdə. Onların hamısını tartıb götürüb gəldi opera teatrına. Hamısından evdə məşğul olurdu. Evdə ki məşğul olanda ki, məsələn deyirlər, bir dəfə dedilər, teatrın sinifi vardı. Atam demə öldürsün də girmərəm. Əvvəla soyuqdu, heç bir şey. Evdə çay yanında. Anam her dəqiqə çay hazırdı. Gəlib gedən adamların qabağına çay qoyurdu. Yəni yeməklərini də verirdi bunların. Yəni bu cürə, yəni oxuyan üçün elə bir şərait yaradırdı ki bu cavan adamlar üçün. Bunlar hamısı doğrudan cuşa gəlirdilər. Zeynəb xanları var, Nəzakət Məmmədova, hələ deyərdim, bir arada Nisa Qasımova ilə Məmməd Bağrı da Leyli Məcnun'a hazırladı. İntihası onları nəsə qoymadılar, sonra oynasınlar teatrda. Demək istəyəm, bunların hamısı Rəsmiyə Sadıqova idi, kimlərdi da, nə bilim valla, Simuzar Hətəmova vardı, belə oxuyanlar. Mən opera teatrının deyərdim ki, 90% bütün ifaçılarını, aktörlərini hamısını tanıyırdım. Niyə görə tanıyırdım? Mən hər özüm operanın deyərdim ki, orkestrov yamasında böyümüşəm. Atam geldi tamaşaya, yanında oturdu, həmişə dirijorun yanında. Onun da yanında bir tane balaca taburetka koyurdular. O taburetkada mən otururdum onun yanında. Sonra məndən sonra Elxan başladı oturmağa orada. Bu cürəylə. Və biz görürdük bu adamlar. Məşqlərə gedirdik, bizi aparırdı özü ilə məşqlərə. Baxırdıq məşqlərə. Məsələn, görürüm Cavanşir Qafarov məsələn də orada Nofəri oynayan görürsən ki, giyini paltanı zətdə. Uşağım da, deyirəm ki, istəyirəm o xəncəri istəyirəm, qılıncı. Yavər deyir ki, Cavanşir götür uşağa ver ki, o xəncəri sularında deyir, əlində tutmaq istəyir xəncəri. Belə xırda hamısı epizodlardır. Hər bir danışıram indi sənə, gözümün qabağından keçirib tutma bunlar hamısı. Qeyrilər hərdən nədir? Qeyrilər hərdən nədir? Seyri gülüstan etdigin Bəzmurunu xəlvət qılıb Yüz lütfi ehsan etdigin Əhdi bünyadın mürüvvətdir müviran etdigin Hani ey zalim bizimle ehdi peyman ettiğin Bəhram müəllim yetişdirirdi, hazırlayırdı nə qədər Leylini, nə qədər Məcnunu, nə qədər Ərəb zəngini. Bəhram müəllim bunlara can qoyub.
Bu onun ifaçılığından, sənətkarlığından əlavə xeyirxahlığından savayı həm də müəllimliyi idi. Amma dolayısıyla müəllimliyi idi. Onun bir vasitə müəllimliyi də var idi axı. Sinifdə otururdu, tar çalmaq öyrədirdi. Plastinka ilə qutarıb, yəni ki, həmin o adamlar kimlər ki hazır idi, həm operaya, həm bir müğənni kimi onlarla oturub işləyirdi, edirdi. Onların hamısını sonradan vallara da yazdırırdı. Bəhramın ansambli, mesela plastinkaların üstündə görsən orada yazılıb orada Bəhram Mansurov rəhbəri ilə xalçalar ansamblı. Bəhramın ansambli məsələn Əhməd xanın, sonra Əhsən Dadaşovun və ya digər ansambllar kimi deyirdi. Yəni konsert vermirdi. Bəhramın ansambli sırf yəni ki Melodiya firmasının vallar bırakan şöbəsi için yəni, onlar xahiş eləmişlər və o ansamblə deyirlər solistlər ansamblı. Hamısı belə ajda çarçılanlardı, kaman çalanlardı. Hamısı mesela ansamblda Sərvərdi İbrahimov, Məhməd Ağa Muradovdu tarçalan. Sonra kamançılarda Tərət Bakıxanovdu, Elman Bədalovdu. Yəni mən gördüm, Balabanda Bəhruz Zeynalov çalırdı. Yəni belə bir musiqiçilər, hamısı solistlər yığıb toplamışdı ora. Yəni bunlar bir növ plastinka üçün bir ömürlük bunları saxlayır da bu yazıda. Köhnə plastikalar dinləsən, hamısında bu şeyləri eşidəcəksən. Yəni ki, bu adamların ifaları da orada. Özdə nətərdir? Ansambl o deməkdir ki, Bəhram otururdu, solon, tək özü çağırdı. Bir şeydə özü çalırdı. Digərində Məhməd Ağa çağırdı. O birisində Sərvər çalırdı. Bax, bütün hamısının arasında belə bölürdülər, bu cürə çalırdılar. O ki, qaldı dərs deməyə. Dərs deməyə məsələsi, mənim atam hələ 30-cu illərin axırlarından hələ Asaf Hüseynalda dərs deyirdi. Mənim atam çox tez böyüdü. Anaların ki, bunlar uşaq olanda itiriblər. Bayaqlar bir dənə şey dedim ki, Məşəd Süleyman bunlara yemək içməyi də öyrədib. Ondan başqa qonaq gələndə qonağı qəbul eləməyi, yol salmağı öyrədib bunlara. Mənim atam yaşından çox tez böyüyüb. Yəni ki, uşaqlıq görməyib yerədə. Ona görə bu adamın münasibəti belə idi ki, bu artıq 20 yaşında belə baxanda deyərdim ki, mən belə düşünürəm ki, azı 35-40 yaşında kişinin ömrünü yaşamışdı. Yəni, hərdən mənə deyəndə bugünkü məsələdə bəstəkarlardan söhbət düşəndə deyirlər ki, Mozart çox gənc gedib rəhmətə, 35 yaşında ölüb. Mən məsələn həmişə deyirəm ki, Mozart 35 yaşında ölməyib. Mozart 35 yaşında, 80 yaşında kişinin ömrünü yaşayıb. Yəni ki, belə bir şeylər var bu həyatda. Amma o dərs demək məsələsi o idi ki, yaxşı tələbələr olub atamın. Yəni ki, bugün də belə baxanda bir neçəsi bu tələbələrin durur indi də. Vamiq Məmməd Əliyevdir, Sərdar Fərəcovdur, yəni qardaşım Elxan.
Vaxt çox insanları aparıb. Amma vaxtın xatirələrimizi bizdən alıb aparmağa gücü çatmır. Keçmiş Hüsnü Hacıyev, indiki Azərbaycan küçəsinin sonunda, aşağısında dərzixana, fotostudiya olan binanın üst katındakı o tanış, o məhrəm mənzildə lap çoxdandır ki, başqa adamlar yaşayır. Axırıncı dəfə o mənzilə mənə əziz olan insanların hələ yaşadığı evə haçan getdiyimi də unutmuşam. Amma o mənzilin telefon nömrəsi yaxşıca yadımdadır. Sanki elə dünən, lap elə biraz qabaq tanış nömrələri göz yumlu yığmışam. Dəstəyin o başından Bəhrəm müəllimin mehriban səsi gəlib. Kim bilir, bəlkə elə həmin nömrələri yığsam, yenə həmin mənzildən cavab gələcək. Ancaq nə fayda, gedənlər gedib, o mənzil mənim üçün artıq tamam başqa bir ünvandır. Orada yaşayanlar da yad adamlardır. Gedənlər gedib, ürəkdə həsrətləri, xiffətləri qalıb. Amma nə yaxşı ki, həm də bu xiffətləri, bu həsrətləri hər dəfə ovuda bilən, o unudulmaz günləri yenidən qaytarmağa, təzədən diriltməyə qadir olan yadigarlar var. Bəhrəm müəllimin barmaqlarının, ürəyinin, duyğularının, düşüncələrinin qovuşduğu doyulmaz çalğıları. Dinləyirəm, xoşbəxt dəqiqələr ərzində sevimli dünənlər yenidən canlanır. Və bütün gələcəklər boyu da hər dəfə o füsunkar çalğılar səslənincə belə olacaq. Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz tarzənimiz Ustad Bəhrəm Mansurovun xatirəsinə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rəfail Hüseynov hazırlayıb.